Salam, hər vaxtınız xeyir. Bugün topludan ikinci hissədən karbon turşularının 50-dən davamını izah edək. 51-ci sualda hansı maddə mis-2 hidroksidlə maddələri mis-2 hidroksidlə təyin etmək olar? Mis-2 hidroksidlə biz qeyd demişdik ki, çox atomlu spirtləri, deməli, qarışqa turşusunu və bir də aldehidləri. Sirkə turşusunu təyin edə bilmirik. Gliserin, etanol aldehiddir, metan turşusu, bəli, qarışqa turşusu doğru variant B variantıdır. Kütləcə eyni miqdarda götürülmüş hansı turşunun neytrallaşmasına daha çox natrium OH sərf olunur? Bax, deməli, maddə miqdarı bölməsindən də biz bilirdik ki, molyar kütləsi kiçik olanın molu, həcmi və sayı daha çox olur. Molyar kütləsi burada ən kiçik olan qarışqa turşusudur, 46-dır. Ən böyük isə yəqin ki, pentan turşusudur. Hamısını maksimuma çatdıranda qarışqa turşusunun mol sayı daha çox olur. Ona görə doğru variant A variantıdır. Daha çox hidrogen ayrılar deyirsə, yəni ki də kütləcə bərabər götüründə molyar kütləsi kiçik olanın molu miqdarı, sayı daha çox olur. Doğru variant Y variantıdır. 54-cü sualda hansı reaksiya doğru deyil? Gümüş heç vaxt hidrogen çıxartmır. Çünki Bet-Ketov sırasında kuprum, deməli civə, gümüş, platin, aurum sırasına görə bunlar hidrogenden sonra gəldiyi üçün hidrogen ayırmır. Doğru variant A variantıdır. Nisbi molekul kütləsi artdıqca doymuş bir əsaslı karbon turşularının suda həll olma qabiliyyəti azalır. Turşuluq qabiliyyəti də azalır. Doğru variant D variantıdır. Nisbi molekul kütləsi doymuş bir əsaslı karbon turşularının izomerlərinin sayı artır. Turşuluq qabiliyyəti azalır. Deməli, artır, azalır. Doğru variant C variantıdır. Metan turşusunun digər doymuş bir əsaslı karbon turşulardan fərqləndirən reaksiya tənliyini göstərin. Gümüş güzgü və yaxud da kuprum OH 2 dəfə də burada görə bilərsiniz. Doğru variant A variantıdır. 58-ci sual isə digərini kuprumdan soruşur. Yəqin ki, Y variantıdır. Normal quruluşlu doymuş bir əsaslı karbon turşularının qaynama temperaturlarının onların molyar kütləsindən düz asılıdır. Çünki MR artdıqca onların karbonların sayı artdığına görə qaynama temperaturu artır. Doğru variant A variantıdır. 92 qram qarışqa turşusunun qatı sulfat turşusu ilə iştirakında qızdırılmada neçə litr CO alınır? Biz bilirik ki, deməli HCOH qatı sulfat turşusundan keçirdikdə qatı, bu zaman CO alınır. Qatı sulfat içərisindəki suyu udur, CO qalır. Qarışqa turşusunun kütləsi deməli 46-dır. 46 qrama 1 mol 22,4 litrdirsə, 92 qrama X, o da 2 dəfə çox, 44,8 litr. Doğru variant Y variantıdır. 3 mol CO almaq üçün neçə qram qarışqa turşusunu qatı sulfat turşusu iştirakı ilə deməli qızdırmaq lazımdır. Biz artıq buradan gördük ki, deməli 1 mol almaq üçün neçə qram deyil, 46 qram qarışqa turşusu götürürüksə 3 mola da X, bu da 3 vur 46. Yəqin ki 3 dəfə 6, 8, 8 eləyir. D variantıdır. Soldan sağa doğru turşuluq xassəsi qüvvətlənir. Biz bilirik ki, deməli flora yaxınlaşdıqca turşuluq xassəsi qüvvətlənir. Ona görə doğru variant brom, xlor, flor B variantıdır. Zəifləyir deyirsə tərsinə, yəni florla başlayırıq, halogensiz bitirməliyik. Florla başlayıb halogensiz bitən və yaxud da xlor, brom, yod Y variantıdır. Əgər flor verilməyibdirsə, çünki ən qüvvətlisi flordan sonra xlor gəlir, daha sonra brom, daha sonra yod, daha sonra elə normal halogensiz turşu. Akril və sirkə turşusunun xlorla hansı tip reaksiya daxil olur? Akril turşusu doymamış turşudur. Formulunu götürərsiniz. CH2 2 qat rabitə, yəni vinilə bir dənə karboksil qrupu birləşdirirsiniz. Radikalda 2 qat rabitə olduğuna görə birləşmə reaksiyalarına daxil olur. D-dən A-dan biridir cavab. Ancaq sirkə turşusu doymuş olduğuna görə əvəz etməyə girir, birləşməyə girmir. Doğru variant D variantıdır. Mis-2 hidroksidin qarışqa turşusu ilə sirkə aldehidi ilə qarşılıq təsirinə hansı deməli reaksiya tipinə aiddir? Mis-2 hidroksid qarışqa turşusunun oksidləşmə reduksiya reaksiyasına daxil olur. Aldehidlər də oksidləşmə reduksiya reaksiyasına. Doğru variant B variantıdır.
66-cı sualda stearin turşusunun formulunu, stearin turşusu deyirsə C17 ilə başlamalıdır, H-da 35 olmalıdır. Ona görə doğru variant C variantıdır. Palmitin turşusu isə C15 ilə başlayır, H-da 31 olur. Doğru variant A variantıdır. Praktik çıxma 50% olarsa 2 mol sirkə aldehidinin oksidləşməsində neçə qram sirkə turşusu alınır? Biz bilirik ki, 1-1-ə gedir aldehidin turşuya çevrilməsi. 1 moldan 60 qramdırsa 2 mola x, o da eləyəcək 120. Onun da 50%-i 60 qram eləyir. Doğru variant A variantıdır. Yəni 60-a 1 moldursa x-ə də 2, x yəni 120 eləyir. 120-nin 75%-ni tapırsınız, yəni 100-ə bölürsünüz. Yəni bu da 3-ə vurub 4-ə bölmək. 4-ə bölsəniz 33-ə vursanız 90. Doğru variant Y variantıdır. Hansı maddələrin tərkibində aldehid qrupu yoxdur deyirsə, formiatları silirsiniz. Dezoksiriboza, qarışqa turşusu, etanol, bunlar da var. Ancaq asetat turşusunda aldehid qrupu yoxdur. N0 olarsa oksidləşmə reduksiya reaksiyasına gedir. Demək biz qarışqa turşusunu götürmüşük. Qarışqa turşusu ya kuprum OH2 ilə ya da argentium 2O ilə reaksiya daxil olur. 72-də yəqin ki B variantıdır. Eyni sualdır. Deməli, bir əsaslı karbon molekuluna cəmi neçə sigma rabitəsi var? Biz bilirik ki, demişdik ki, atomları cəmləyin 3n plus 2, bir dənə çıxanda sigma rabitənin sayını tapırsınız. Yəni 3n plus 1. Doğru variant C variantıdır. 7,4 qram, deməli 3,2 qram oksigen varsa, 14n ümumi emir 32 qrama isə 32 qramdır. Hər tərəfi 10-a vursaq, 32-lər ixtisar gedər. 14 plus 32-ni 74-ə bərabər eləyirsiniz. Buradan da yəqin ki, N-i düzgün taparsınız. 75-ci sualda 209%-ni tapırsınız, 100-ə bölürsünüz. Sıfırlar gedir, 18 qram. Neytrallaşma reaksiyası deyirsə, biz bilirik ki, 1-1-ə gedir. HOH-a çünki bərabərdir. 60-a 40-dırsa 2 vur 9-a 2 vur 9-a isə x-dir. Sıfırlar gedir. Demək 6-nı 2-yə bölürük 3. 3-lə 9 gedir. Bu da yəqin ki 3 vur 4. O da 12 qram. Doğru variant A variantıdır. CO yeganə düz əmələ gətirməyən oksiddir ki, bax bu qeydi götürün. Natrium OH-la HCOO natrium qarışqanın duzunu əmələ gətirir. Doğru variant Y variantıdır. Hansı sırada hansı sırada su əmələ gəlmir? Lebedov reaksiyası da su əmələ gəlir. Efirləşmə reaksiyası da suyun ayrılması ilə gedir. Qarışqa turşusundan CO, deməli qat sulfatda suyu çıxarır buradan. Buradan karbon qazı su əmələ gəlir. Daha sonra natrium hidrogeni ayırır. Buradan su çıxır. Natrium hidrogeni ayırır. Hidrogen. Doğru variant Y variantıdır. Metal alınmır deyirsə, deməli burada 2 mol gümüş çökür. Gümüş güzgü reaksiyasında burada kuprum çökür. Burada deməli HCOO natriumun duzun əmələ gətirir. Üstəgəl H2O. C variantında metal ayrılmır. Turşu alınmır deyirsə, mürəkkəb efirdir. Hidrolizindən turşu və spirt alınır. Buradan asetat turşusu alınır. COOH. Buradan 2 mol gümüş çökür və aldehidin oksidləşmə reaksiyası da turşu verir bizə. Buradan isə birli spirtlərin kuprum O ilə aldehid verir. Ona görə doğru variant D variantıdır. Hansı maddə qarışqa turşusu ilə reaksiya daxil olduqda C karbon 4 oksid əmələ gətirir. Qarışqa turşusu ya gümüş güzgü ya da ki kuprum OH2 dəfəli oksidləşmə reaksiyasına daxil olmalıdır. 81-də də eyni sualdır. Sadəcə burada variant argentium 2O ilə verilmişdir. İkinci sualda karbon 4 oksid alınır deyirsə, deməli qarışqanın turşusunu gümüş güzgünə reaksiyasına aparanda karbon qazı, su və 2 mol gümüş çökür. Doğru variant A variantıdır. Deməli, hansı maddə həm qarışqa turşusu, həm də etil qlikol. Etil qlikol çox atomlu spirtdir. Çox atomlularda kuprum OH2 ilə təyin edirik. Eyni zamanda qarışqa turşusunda kuprum OH2 ilə təyin etmiş oluruq.
Daha sonra 84-cü sualda həm qarışqa turşusu, həm də qliserinlə reaksiya daxil olur. Yəni bu çox atomlu spirtdir. Çox atomlu spirtdə kuprum OH2 ilə eyni zamanda aldehid qrupu saxladığına görə qarışqa turşusu da kuprum OH2 ilə reaksiya daxil olur. Karbonların sayını bizdə A veribdir. Baxıram burada deməli N buradadır, birindən də funksionaldadır. Məsələn, biz burada karbonu 2 götürsək, hər birinə 2 versək, bizdə molekullarda atomların sayının artma ardıcıllığını deyir. Onda birinci maddəmiz CH3, COH, ikinci maddəmiz CH3, COOH, üçüncü maddəmiz C2H5, OH spirtdir. Atomların sayını dedikdə burada 7, 8, 9, burada 9'dur. 4, 5, 6, 7, 8, burada 8'dir. 1, 2, 3, 4, 5, 6, 7, burada isə 7'dir. Ona görə artma ardıcıllığı ilə deyirsə, elə X, Y, Z ardıcıllığı ilə davam edirik. Doğru variant D variantıdır. Hansı maddələrin suda məhlulunu qızdırdıqda kuprum OH 2 dəfənin rəngini dəyişir? Burada aldehid götürməlisiniz, qarışqa turşusu götürməlisiniz və bir də çox atomlu spirt götürməlisiniz. Bir atomlu da silirsiniz. Ona görə doğru variant aldehidlə qarışqa turşusu 1,3B variantıdır. Gümüş güzgü reaksiyasını göstərin. Gümüş güzgü reaksiyası biz bilirik ki, aldehidlərlə gedir. 2 mol gümüş çökür. Kolbada öz əksini göstərir. Biz bunu demişdik. Elə gümüş güzgü reaksiyası yalnız bir doğru variant B variantıdır. Deməli, karbon atomlarının sayı eyni olan karbon doymuş bir atomlu spirt, doymuş aldehid. Spirt deməli M olduqda aldehid hidrogeni itirilmiş spirt deməkdir. Yəni M-dən biz 2 dənə 2 qram hidrogen çıxartsaq, aldehidin kütləsi M-2 olar. Yəni spirt bərabərdir, aldehid üstəgəl 2. Doğru variant A variantıdır. Karbon atomlarının sayı eyni olan bir əsaslı karbon turşusu doymuş aldehidlərin nisbi molekul kütlələri arasında münasibət. Deməli, turşudan deməli 16 qram çıxartsaq biz aldehid, yəni aldehidi 16 qram oksigenlə topladıqda turşu verir. Doğru variant C variantıdır. Deməli, A maddəmiz bizdə aldehid olub 16 qram artıbsa turşuya çevrilmişdir. Aldehid, turşu. Doğru variant B variantıdır. Daha sonra 91-ci sualda doymuş bir əsaslı karbon turşularının kütlələri eyni verilibdir. Neytrallaşmasına sərf olunan bu, yəni bayaq dediyimiz kimi molyar kütləsi ən kiçik olana daha çox sərf olunur. Deməli, onda X-in molyar kütləsi kiçikdir Y-dən, o da kiçikdir M3-də Z-dən. Deməli, Z böyükdür Y-dən, Z böyükdür Y-dən, o da X-dən. Doğru variant B variantıdır. Molyar kütlələri eyni verilmiş bir əsaslı karbon turşusu və doymuş bir əsaslı spirtdir. Mürəkkəb efir. Bunu biz növbəti dərslərimizdə efir bölməsini daha geniş keçirik. Biz bilir ki, efirləri almaq üçün spirt üstəgəl turşu, bu zaman alınır mürəkkəb efir üstəgəl 18 qram su. Əgər bizdə kütlələr deməli A üstəgəl A-dırsa, o zaman mürəkkəb efirdə 2A-dan çıxırıq 18. Çünki efirin kütləsini soruşur bizdən. 2A minus 18. Doğru variant D variantıdır. Daha sonra 93-cü sualda 9,4 qram fenol, 6 qram sirkə turşusundan ibarət qarışığın tam neytrallaşmasına. Neytrallaşma deyirsəz qələvi ilə turşu arasında gedir. Yazıram 60 qrama 1-in 1-ə gedir. 56 qramdırsa 6 qrama X olur. X də bərabərdir 5,6. 5,6 bura sərf olunur. 94-də yenə 1 mol kalium OH gedir. 56-dırsa 9,4-də X-dir. O da eləyir 5,6. Ümumilikdə neçə qram kalium OH soruşursa toplayırsınız. 11,2 qram. Doğru variant A variantıdır. Doymuş bir əsaslı, deməli, doymuş bir atomlu spirtin oksidləşməsindən alınan 22 qram bir əsaslı doymuş karbon turşusunun neytrallaşmasına 14 qram kalium hidroksid sərf olmuşdur. Biz bilirik ki, 1-in 1-ə gedir reaksiya. Əgər 22 qram turşuya 14 qram sərf olunursa, 56 qrama isə
14n plus 32 və yaxud da bunu bir x kimi də götürə bilərsiniz. 4 dəfə çox x bərabərdir 88. Bu zaman gətirib 14n plus 32 bərabərdir 88-ə bərabər eləyirsiniz. 14n bərabərdir 56, n də bərabərdir 4-ə. 4 dənə karbonu varsa bu turşunun birin funksiyonala, 3-ün isə radikala verirsiniz. Gəlin baxaq, görək necə. Deməli, birin funksiyonala verirəm, çünki COH qrupunu yaratmalıyam. Yerdə qaldı 3 karbon, o da C3H7 radikalını verir bizə. Doğru variant D variantıdır. Daha sonra 95-ci sualda demək, buradan alınır qarışqa turşusunun dozu HCOO natrium. Daha sonra bunun da üzərinə HCOO natriumun üzərinə sulfat turşusu gəldikdə qarışqa turşusu alınır. Y-iniz qarışqa turşusu COOH. Səhv ifadəni istəyir. Lakmusun rəngin göyərdir. Yanlışdır, çünki turşu qızardır. Elə doğru variant A variantıdır. Yanlış istədiyinə görə, ancaq gümüş güzgü reaksiyasına daxil olur. Doğrudur. Molyar kütləsi hesablasanız 46-dır. Doğrudur. Kuprum H2 ilə təyin olunur. Doğrudur. Karbon turşusudur. Doğrudur. Demək, 95-ə qədər izah elədik. İnşallah növbəti videolarımızda davamını izah edərik.